28 may Nizami xəttində metro dayandırıldı. BTV xəbər verir ki, 28 may Nizami stansiyaları arasında metro hərəkəti dayandırılıb. Sərnişinlərin mənzil başına çatdırılması üçün 6 yeni ekspres marşrut, 20 müntəzəm avtobus xəttində isə avtobusların sayı artırılıb. Əsas məqsəd sərnişin sıxlığının qarşısını almaq və alternativ vəziyyəti təmin etməkdir. Sovet dönemində tikilən nəqliyyat vasitəsidir, təmir lazımdır, tikinti lazımdır. Hər şey müvəqqəti olduğu kimi bu da çətinlik də müvəqqətidir, bu da ötüb keçəcək. İndi gəlin hər şeyi büdcə zərəri ilə ölçməyək, rahatlığı da nəzərə alaq. Nəzərə alsaq ki, büdcəyə zərər də olsa rahatlığımız təmin olunur. Belə, müsbət, normal. O qədər də əhəmiyyətli deyil. Elə də böyük zərər verməz yəqin ki. Amma yəni, yenə də bir hissəsini təşkil edəcək də, bu gəlirin bir hissəsini yenə təşkil edəcək. İnşallah yaxşı olar. Yəqin ki, çox zərər verir də. Metro işləsə daha yaxşı olardı. Təsadüfən olub gəlmişik. Ona görə ancaq binə gəldi işə və işdən də evə, yəni şəhərə çox gəzən deyilik. Yəqin ki, bizə çox ziyan olmaz. Çox, yəni hədsiz dərəcədə ziyandır. Biz özümüz yoldaşım da işləyir, mən də işləyirəm, uşaqlar da işləyir. Bizə metro çox sərfəlidir ki, avtobusdansa metro yaxşıdır, mənə elə gəlir. Fikirləşirik də, görək nə olacaq axırı. Belə biz gedirdik 60 köpük verirdik, indi gərək 1 manat 20 köpük veririk. Zərərlə düşürük də biz. Biz pensioner adamlarıq. Yaxşı olar, yəqin düzələr də yaxşı olar. Bəli, yaxşıdır, bəli, yetərlidir. Təşəkkür ederim.